Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə bugün Xankəndi şəhərində 2 yarmarka fəaliyyətə başlayıb. Yarmarkaların təşkili ilə bağlı bütün hazırlıq işləri artıq başa çatdırılıb. Sadəcə ikinci dəfə keçiriləcək qış nağılı adlı yarmarka şəhərin Zəfər meydanında təşkil edilib. Bayram ovqatlı qış nağılı yarmarkası yanvarın 5-nədək davam edəcək. Yarmarkanın keçiriləcəyi meydan Yeni il münasibəti ilə xüsusi işıqlarla bəzədilib. Ərazi rəngarəng dekorasiyalarla bayram ab-havasına bürünüb. Dekabr ayının 29'unda məhz burada Zəfər meydanında böyük möhtəşəm bir konsert olacaq. Səhnə alacaq insanlar da artıq səyahətçilər də dəvət olunub. Dekabr ayının 31'də isə Xankəndində atəş və şanlıq olacaq. Xankəndi şəhərində Kənd Təsərrüfatı Nazirliyi və Nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə kənddən şəhərə Yeni il yarmarkası da baş tutur. Yarmarkada iştirak edən fermerlər təsərrüfatlarının təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını satışa çıxarıblar. Kənddən şəhərə yarmarkası artıq fəaliyyətə başladı. O yarmarka isə 3 gün davam edəcək və burada da fermerlər öz təsərrüfatlarından olan məhsulları satışa çıxaracaqlar. İndi isə hazırda Zəfər meydanındayıq. Görürsünüz, Zəfər meydanı necə gözəl bəzədilir və burada bayram ab-havası yaşanır. Yeni ilin aktivlikləri var. Doğma torpaqlarda təşkil olunan yarmarka şəhər sakinlərində bayram əhval-ruhiyyəsi yaradıb, həm yerli istehsalçıların, həm də istehlakçıların məmnunluğuna səbəb olub.